Bu balıq yağı ilə bağlı bir geri dönüş almışam, bunu sizinlə paylaşım. Çox təəccüblənmişəm özüm də. Bu qədər tez nəticə gözləmirdim. Təsəvvür edin ki, mən bu xanıma bu məhsul satandan sonra 4 dənə kapsula içib bu uşaq. Uşaq qidasızlıqdan, vitaminsizlikdən öyrəndiyi hərfləri, rəqəmlərin hər birini unutmuşdu. Toplama çıxma əməllərini edə bilmirdi, hecadan hecaya oxuya bilmirdi və sair. Yəni ciddi bir yaddaşla bağlı bir problem yaşanmışdı və onun həkimi ona balıq yağı yazmışdı. Mən də bu əlimdəki yağı təqdim etdim, aldı. Və təsəvvür edin ki, biz deyirik ki, məsaj açacağıq. Əslində üzərində yazılıb ki, 14 yaş, 9 yaşda da yazılmışdı, səhv etmirəmsə. Normalda 14 yaş yuxarı 2 dənə kapsula içir. Amma bizdə həm liderlərdə, həm də bu uşağın özündə də yaş azdır. 6-7 yaş, 8 yaş, hətta udma qabiliyyəti varsa uşağın, yəni o kapsanı işləməyəcəksə, normal udacaqsa, 4-5 yaşda belə verə bilərsiniz. Gündə bir kapsula şəklində içir bu uşaq. Bir də yeməkdən sonra içir. Çünki bunlarda iştah problemi var və uşaqlar kökəlmirlər. Ona görə yeməkdən sonra verilir. İstənilən halda uşaqlarda yeməkdən sonra verilməsi məsləhət görülür. Amma gün ərzində mütləq olsa içməlidir hər kəs.